Президент Азербайджанской республики Ильхам Алиев ознакомился с работами по восстановлению индивидуальных жилых домов и инфраструктуры в селе Бююн-Галадареси Шушинского района и встретился с переселившимися в село жителями. Специальный представитель президента Азербайджанской республики в Шушинском районе Айдын Керимов проинформировал главу государства о проделанной работе. Отметим, что Бююн-Галадареси входит в административно-территориальный округ села Галадареси Шушинского района. Село было оккупировано вооруженными силами Армении в 1992 году. В 2023 году в ходе антитеррористической операции, проведенной вооруженными силами Азербайджана, Бююн-Галадареси было освобождено от оккупации. Было сообщено, что в селе реализован ряд проектов по созданию необходимых условий для проживания и решения социальных вопросов. Здесь установлен трансформатор, проложены новые и восстановлены существующие линии электропередачи. Индивидуальные жилые дома, в которых планируется расселение на первоначальном этапе, оснащены счетчиками. Кроме того, в селе расположен новый газопровод и начаты работы по установке счетчиков. Также проведены работы по обеспечению жителей питьевой водой, проложены распределительные водопроводные линии, установлены счетчики. В настоящее время в селе продолжаются работы по прокладке линии связи. Благоустроены внутрисельские дороги. Кроме того, в Бююн-Галадареси для отдыха жителей заложен парк и создана площадь флага. В селе насчитывается в целом 50 индивидуальных жилых домов. Из них 13 домов непригодны для проживания, а 37 частично пригодны. На первом этапе уже восстановлено 17 домов. На очередном этапе планируется восстановление 20 домов. На первоначальном этапе в село вернулись 64 человека. Затем глава государства побывал в доме жителей села Акифа Гахраманова. Ne yaxşı gəlmisən. Sən bax bu qapımız sənin üzünə açıqdır. Siz də xoş gəlmişsiniz doğma vətənimizə. Sənin hesabına, sənin sayəndə gəlmişik. Allah səni bizim üstümüzdən əksik eləməsin. Mənim qızımı niyə gətirməmsən görərdin. Ona da salam var sizə. Məndən çoxlu salamlar apar. Şuşa qızından. Mütləq. O da Şuşa qızıdır, birisində. Nə yaxşı gəlmişsən bala. Bala bizi nə yaxşı torpağımıza gətirmişsən. Ayağımız torpağımıza dəyib. Allah səni 1000 yaşatsın, 100 yaşatsın. Üstümüzdən əksik eləməsin. Çox sağ ol. Sağ ol. Siz də xoşbaxt yaşayın burada. Doğma Qarabağ torpağında. Neçə gündür qayıtmısınız? 3 gündür. 3 gündə yetişmişik, rahatlaşmışıq. Gözəl havası var, gözəl suyu var. Qadan qalım sənin. Sən ki bizi gətirdin, çıxartdın bu torpağımıza. Sən Allah üstümüzdən əksik eləməsin. Sağ ol, çox sağ ol. Bura birinci növbədə doğma vətəndir, vətən torpağı. Vətən ayrı şeydir. İkinci tərəfdən də bura kuror zonası. Təmiz havası, suyu. Elə iki Meşələr, gecənin rahatçılığı, iki gecənin rahatçılığı. Aramızda biraz yaşlı adamdı. Orada başında da böyle terdi. Bura gelende değil çok rahat. Burada da o təzyiq olmamalıdır. Burada heç olmamalıdır. Heç bir xəstəlik burada Sənin olmamalıdır. hesabınadır hamısı. Buranın bir havası özü də dərmandır. Gözəl. Bax burada görsən nə gözəl, Özündəki nə səhər gözəl. açılır, bax gözəl mənzərə açılır. Adam baxanda gözü oxşayır. Adam ürəyi açılır. İşğal dövründə necə idi yaşayışınız? İşgal dövrü çətinliklərimiz çok. Bakıda yerləşmişdiniz. Sumqayıt Bakı. Aman var şükür gelmişsiniz. Artıq o dövr qaldı arxada, getdi. Şükür Allah. Sizin sayenizde. Burada nə ilə məşğul olacaqsan? Ben hal-hazırda indi elə Şuşada Azərbaycan əməkdaşıyam. Orada. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyim. Bəli. Yəqin ki, ola bilər burada ehtiyac olacaq. Elə bura. Burada yox, Laçın da yaxındır, Şuşa da Hə, yaxındır. ortalıqdır. Ya hər tərəfə, hər Yol tərəfə. da çəkilir, görmüsünüz, genişləndirilir. Çox gözəl. İndi turşusu da tikilir. Bəli. Yəni qonşuluqda da kətlər
Allah qoysun. bərpa edilir. Allah Ona korusun. görə darıxmayacaqsınız burada. Turşuda mənim evimi dağıdım var, yoktur. Ama bağım durur. Ona görə mən də bağı bərpa edəcəksiniz. Allah Bağım bahçam durur. Turşusu nə var bizdə hazır olacaq? Gələnlər. Gələnlər. Etmə bəlli Çox Orada da indi evlər tikilir, keçmiş günlər üçün. Amma bağ eviniz olubsa Bağ- da bağ- gəlir bağ- gedəsiniz ora, dincələsiniz Hə, bağ. bağa. Sizin hesabınızda Bir də təbrik edirəm sizi. Çox sağ olun. Əksi olma, əksi olma. Sağ olun. Bizim Xoş köyümüz, yaşayın. suyumuz. Çox sağ olun. Затем глава государства встретился с жителями, вернувшимися в село Бююнгала-Дересси. Hoş geldiniz. Allah bu şehre bu peyzaj değmesin size. Sizin sayenizde güzel Gözəl bir binalar- mənzərədir. Evet, çok şükür, çok şükür. Sağ olun. Sağ ol. Sağ ol. Teşekkür ederim. Vallahi bir şey yumruğunuzu var eylesin. Teşekkür ederim. Sağ ol. Sağ olun. Sağ olun. Yəni, ilk növbədə sizi bayramlar münasibətilə təbrik edirəm. Yol açın. Yol açın. Gəl yanıma. Həm müstəqillik, həm Qurban Bayramını doğma Qarabağ torpağında siz qeyd edirsiniz. Böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Sağ olun, var olun. Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük Şərəfdir xoşbəxtlikdir. bizim için, şərəf. Bəli. Və burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlər demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17'si hazırdır. 20'si də ikinci mərhələdə hazır olacaq. Və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qala Dərəsi, Turşsu, Sarıbaba, Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, Şuşa-Laçın yolunu biz genişləndiririk. Həm də ki, tunellər inşa edilir. Ki, hər şey edilir ki, insanlar burada rahat yaşasınlar. Və əsas odur ki, doğma vətən torpağında. Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200'ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz sözün əsl mənasında müstəqil dövlətik, çünki öz taleyimizi özümüz həll edirik. Siyasətimizi heç kimə baxmadan aparırıq, xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında və buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğal altındaydı, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Və əlbəttə ki, 2-ci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı bizim şanlı zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır. Müstəqillik əldə ediləndə 91-ci ilin oktyabrında o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax bu gözəl kəndi Ermənistana demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxtki hakimiyyətə qalmaq istəyirdi. Hakimiyyətə can atan Ağacı Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təhribat nəticəsində bax bu gözəl diyarımız Ermənistana verildi. Ki yenidən
bax, Azərbaycan bu fəlakətlə üzləşdi. Ondan sonraki dövrdə sizin yadınızdadır, vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi, Şuşa-Laçın işğal olunandan sonra bu kənddə işğal olunub, Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və ondan sonra işğal, əfsuslar olsun ki, 30 il davam etmişdir. Biz güc yığırdıq, güc topluyorduk, həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə və hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim şanlı zəfərimiz. Həm 20-ci il, həm də 23-cü il şanlı zəfərimizdir və biz əbədi bu zəfərlə fəxr edəcəyik. Və bugün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir və əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur. Bu bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab, əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və bu torpaqlara biz qayıdacağıq. Və son illər ərzində, 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, həm işğal dövründə, həm zəfərdən sonra bir daha əmin oluram ki, nə qədər bizim xalqımız əzəmətlidir, vüqarlıdır və yenilməzdir. 30 il siz doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək. Və gəldi. Dəmir yumruq hesabına, xalqımızın birliyi hesabına, ordumuzun qüdrəti, şəhidlərimizin qanı canı bahasına bugün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır, bölgədə söz sahibiyik və indi də artıq 5 ildir ki, bu ermənilər tərəfindən viran qoyulmuş torpaqları, şəhər-kəndləri bərpa edilir. Özdə necə? Dünyada bunun tayı bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək ancaq güclü dövlət edə bilər və xalq iqtidar birliyi bax bu güclü dövlətin əsasını təşkil edir. Bizə isə bundan sonra ancaq can sağlığı, bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqü oxşasın. Orada baxırlar bizə, peşman olurlar ki, bir baxırdıq, bəli, indi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şeydir, yüzədir. Mən Laçınlarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda hələ oturmuşdum, hələ düz elə bu mənzərə gözümün qabağında dedim ki, bilin, biz sizi görürük. Özünüzü yaxşı aparın. Allah sizə də xoş gəldiniz. Təbrik edirəm. Şəkil çəkdirək birlikdə. Burada bu gözəl mənzərədə. Təbrik edirəm. Qurban Bayramı münasibətilə, müstəqilliyimiz münasibətilə təbrik edirəm. Çox sağ olun. Bu gözəl torpaqda, o gözəl vaxtınızı sərf edib, bu vətəndaşlarla bugün görüşdüyünüz üçün sizə çox sağ ol deyirəm. Bu Qaladərə sakinləri adından sizə çox sağ ol deyirəm. Bizim salamlarımızı hörmətlə Mehriban xanıma çatdırmağınızı istəyirəm. Çox sağ olun. Çox sağ olun ki, bu gözəl vətəndə, bu torpaqda bizlə görüşdünüz. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə can sağlığı, uzun ömür arzulayıram. Çox sağ olun.
Şanlı zəfərimizdən sonra bu gözəl bayramı, 28 may Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi 2 il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alınmışdır. Və ondan sonra 70 il, yəni müstəqil dövlət kimi yaşamadıq. 91-ci ildə müstəqillik bərpa edildi, amma yenə də təhlükə altındadır. Dediyim kimi, erməni işğalı, daxildəki hərcmərcilik, qarşı durma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparır. Və əgər o vaxt bu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda Azərbaycan böyük fəlakətlə üz-üzə idi o vaxt. Və o vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı və mənim dövrümdə hər gün bax, o azadlıq gününü biz arzuluyurduq və hər gün onu yaxınlaşdırırdıq. Siz də yaxşı bilirsiniz, bu ərazilərdə yaşamış insanlar nə qədər çətin relyefdir. Həm buralar, həm Laçın, həm Kəlbəcər, həm Füzuli Cəbrayıl orada 7 müdafiə xətti, minalar. Yəni bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xəttləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik. Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan yörəmizi əhatə eləyib. İstər şimalda, istər cənubda, istər başqa yerlərdə. Bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək, heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir. Hərə deyir ki, mən qalibəm. Allah dövlətimizi qorusun, sizi qorusun. Amma bizim qələbə elə mütləq qələbə idi ki, burada artıq şək-şübhə qalmadı. Bayrağımız da Şuşada qaldırıldı, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu, Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Və bugün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi böyük qürur mənbəyidir. Və qısa müddət ərzində belə bərpa quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni ki, insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada, necə deyərlər, özlərini çox rahat, təhlükəsiz hiss etsinlər, qrup yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab, əziyyət içində yaşamısınız. Bundan sonra ancaq xoşbəxt həyat olmalıdır. Çok sağ olun. Təbrik ederim.
Sağ olun.